Unudulmuş sirlər, yeni başlanğıc çox uzun illər əvvəl, qəlblərdə dərin xatirələr, yolları unudulmuş, amma ruhu hələ də canlı saxlayan bir diyar var idi. Bu diyar, əsrlərin sükutunun, nəsillərin öyrətdiyi hikməti və qəlbdə doğan əbədi ümidləri birləşdirən, dar daş küçələri, yaşlı ağacları və sarı günəş şüaları ilə bəzədilmiş bir kənd idi. Kənd sakinləri üçün hər yeni səhər yalnız bir günün başlanğıcı deyil, həm də keçmişin unudulmaz nağıllarının, hər kədərin arxasında gizlənən dərslərin və itkilərdən sonra doğan yeni ümidin qapısını açan bir işıq idi. Hekayəmizin qəhrəmanı Tunar, uşaqlığından bəri bu kəndin dar küçələrində, hər evin pəncərəsindən sızan işıqla, nəsillərin öyrətdiyi ənənələrlə böyüdü. Nənəsi ona deyərdi, əziz oğlum, hər kəsin içində bir işıq var, o işıq sənin qəlbinin sədasıdır. Onu tapmaq üçün yalnız öz hissəsini dinləməlisən. Həyatın çətinlikləri, hər bir itki və hər bir kədər sənə yeni başlanğıclar bəxş edər. Tunar, nənəsinin bu sözlərini ürəyində daşıyaraq, həyatın mənasını və öz içində gizlənən səsi tapmaq arzusu ilə böyüdü. O, kəndin dar daş yollarında oynayarkən, atalarının, nənələrinin və qoca yaşlıların danışdığı nağıllardan, həyatın hər anında gizlənən ümid dolu mesajlardan ilham alırdı. Lakin kənddəki həyat son illərdə çətinliklər, quraqlıq və iqtisadi problemlərlə üz-üzə idi. İnsanlar gündəlik sıxıntıların ortasında öz içlərindəki səsi itirməyə başlamış, hər kədərin arxasında gizlənən yeni ümidləri unudublar. Bir gün Tunar kəndin kənarında yerləşən unudulmuş, tozlanmış bir evin yanından keçərkən, qapının arxasından gələn zəif səs onu maraqlandırdı. O, bir an tərəddüd etdi, amma içində yanan o əbədi ümid, get, bax, səsini eşit deyərək onu irəliyə doğru itələyirdi. Tunar qapını açdı və içəri girdikdə onu nəsillərin ötürdüyü min illik xatirələr, itkilər və sevinç dolu hekayələrlə dolu bir otaq qarşıladı. Divarlarda köhnə yazılar, əlyazmalar və illərin ağırlığını üzərində daşıyan şəkillər asılmışdı. O otaqda tozlanmış bir dəftər Tunarın diqqətini cəlb etdi. Dəftərin səhifələri saralmış, lakin hər sətir, sanki dərin bir melodiyanı, hər kədərin, hər itkin arxasında doğan ümidin notalarını söyləyirdi. O, dəftəri diqqətlə açdı və aşağıdakı sətirləri oxudu. Qəlbin səsini eşit, çünki o, sənin ən dərin sirrini, həyatın əsl mənasını və gələcəyin ümid dolu notlarını daşıyır. Hər kədər, hər itki, bunlar ruhunun qanadlarıdır. Onları qucaqlayıb, hər anı, hər duyğunu yaşa, çünki həyat sənə hər zaman yenidən doğmağın və ümidlə irəliləməyin imkanını verir. Bu sözlər Tunarın ruhunu dərindən titrətdi. O an anladı ki, həyatın əsl sirri yalnız xarici dünyada yaşanan uğurlarda deyil, həm də insanın öz içində, qəlbində gizlənmiş, səsi eşidilən dərin hikmətdədir. O, artıq öz hissəsini dinləməklə kifayətlənməyəcək, bu səsi tapmaq və onu bəşəriyyətlə paylaşmaq arzusuna qovuşdu. Beləliklə, Tunar öz səyahətinə davam etmək üçün yola çıxdı. O, kəndin tanınmış yollarından uzaqlaşaraq, təbiətin unudulmuş köşələrindən, dağların, çayların və meşələrin arasına doğru addım atdı. Hər addımında ulduzların səmada rəqs etdiyi, quşların nəğmələrinin eşidildiyi, küləyin isə hər yerdə, hər çətinliyin arxasında bir ümid var deyən sədasını hiss edirdi. O, yalnız fiziki olaraq yeni yerləri kəşf etməklə kifayətlənmirdi, həm də ruhunun, qəlbinin dərinliyində gizlənmiş səsi eşitmək üçün bir meditasiyaya başladı. Yolçuluğu zamanı Tunar müxtəlif insanlarla, təbiətin möcüzəvi canlıları ilə və ən əsası, öz hissəsi ilə üz-üzə gəldi. Bir dəfə meşənin kənarında uzun illərdir orada yaşayan bir qoca adamla rastlaşdı. O adam, özündə min illik təcrübəni və keçmişin hikmətini daşıyır. Sakit bir səs tonu ilə Tunarın qəlbinə belə dedi, oğlum, həyatın səsi yalnız sənin içində deyil, həm də ətrafındakı hər canlıda, hər daşda, hər ağacda eşidilir. Biz yalnız ona qulaq asdıqca, hər kədərin, hər itkin arxasında doğan yeni bir başlanğıcın dəyərini anlaya bilərik. Bu sözlər Tunarın ruhunda dərin izlər buraxdı. O, artıq anladı ki, hər çətinlik, hər itki, bunlar həyatda bizi daha da gücləndirən, ümidlərimizi yeniləyən və yeni başlanğıcları gətirən təcrübələrdir. O, öz hissəsini eşidərək, həyatın hər anını sevgi, inam və ümidlə yaşamaq lazım olduğunu dərk etdi. Tunarın səyahəti onu sonda geniş və sakit bir çayın sahilinə apardı. Bu çay, sanki dərin mavi bir aynaydı, üzərində hər şey, keçmişin xatirələrini, gələcəyin ümid dolu sədalarını əks etdirirdi. Çayın kənarında oturub, suyun sakit axışını dinləyən Tunar, öz içindəki səsi, hər damla suyun, hər axının sədasını eşitdi. O, orada belə düşündü, hər an, hər duyğu, bunlar həyatın əsl mənasını, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirir.
Biz yalnız öz hissəsimizi dinləsək, həyatın bütün çətinliklərini aşar, yeni ümidlərlə dolu addımlar atarıq. Bu çayın sahilində keçirdiyi vaxtdan sonra Tunar kəndə qayıtdı. Geri dönərkən o, yalnız yeni yerləri, yeni hekayələri öyrənməklə kifayətlənmirdi, həm də öz içində tapdığı dərin səsi, hər kədərin, hər itkin arxasında doğan ümidin mesajını daşıyırdı. Kəndə çatandan insanların gözlərində onun dəyişmiş, dərin düşüncələrlə dolu baxışlarını gördü. Kənd sakinləri Tunarın səyahətindən, yaşadığı macəralardan və öyrəndiyi hikmətdən danışmağa başladılar. Gecə vaxtı ulduzların parlaqlığı altında toplaşan ailələr Tunarın eşitdiyi sədaları və tapdığı hikməti dinləyərək öz hissəsini tapmağa və həyatın hər anını sevgi, inam və ümidlə yaşamağa çalışırdılar. Bir gün kəndin meydanında böyük bir toplanış təşkil edildi. Kəndin yaşlıları, gəncləri və uşaqları Tunarın səyahətindən öyrəndiyi dərsləri, tapdığı hekayələri və öz hissəsinin eşidilməsi ilə əldə etdiyi ümidləri dinləmək üçün bir araya gəldilər. Tunar sakit, lakin səmimi bir səs tonu ilə belə dedi: "Əziz dostlar, hər birimizin içində eşidilən o səs həyatın ən böyük sirridir. Biz yalnız öz hissəsimizi dinləsək, hər kədərin, hər itkin arxasında gizlənən dərsi anlaya və gələcəyin ümid dolu işığını qəlbimizdə daşıya bilərik. Həyat yalnız qazandıqlarımızla deyil, həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla ölçülür. Hər çətinlik bizə yeni bir başlanğıc bəxş edir. Gəlin bu səsi eşidək və həyatın hər anını sevgi, inam və ümidlə yaşayaq." Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. Artıq insanlar yalnız gündəlik işlər və sıxıntılar arasında itirmir, hər anı, hər duyğunu, keçmişin hikmətini və gələcəyin ümidini bir araya gətirərək öz həyatlarını yenidən qurmağa başladılar. Kəndin dar küçələrindən, evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr, ulduzların parlaqlığı altında edilən uzun söhbətlər, bunların hər biri Tunarın səyahətindən və öyrətdiyi dəyərlərdən ilham almışdı. Zaman keçdikcə Tunarın topladığı bu dərin hikmət və sirlər kənddə böyük inqilab yaratdı. Gənclər yalnız məktəbdə öyrəndikləri biliklərlə kifayətlənməyib, öz hissəsini tapmağa və həyatın hər anını dərin yaşamağa can atırdılar. Onlar keçmişin ənənələrindən, yaşlıların hikmətindən və Tunarın səyahətindən ilham alaraq öz nağıllarını yazır, gələcək üçün ümid dolu arzular bəsləyirdilər. Nəhayət, Tunar öz öyrəndiklərini, səyahət zamanı topladığı hər nağıl, hər sədanı, keçmişin hikmətini və gələcəyin ümidini bir kitab halına gətirməyə qərar verdi. O, ümidin işığı, yeni başlanğıclar adını verdiyi bu əsərdə yalnız fiziki səyahətini deyil, həm də ruhi, daxili səyahətini, öz hissəsini dinləyərək həyatın bütün rənglərini, duyğularını və notlarını necə bir araya gətirdiyini təsvir etdi. Kitabın hər səhifəsində oxuculara həyatın hər çətinliyinin, hər kədərin arxasında doğan ümid dolu mesajın əhəmiyyəti xatırladılır, hər itkidən sonra doğan yeni başlanğıcın dəyəri izah edilirdi. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq və sevinc yarandı. İnsanlar kitabın hər bir notundan, öz həyatlarından, itkilərindən və ümid dolu arzularından bir parça tapırdılar. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında bu kitabın sətirləri hər kəsə həyatın ən böyük sirrini, öz hissəsini eşitmək, keçmişin hikmətindən ilham almaq və gələcəyi ümidlə qurmaq xatırladırdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbində doğan o səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşır, yeni ümidlərlə dolu addımlar atırdı. Beləliklə, ümidin işığı, yeni başlanğıclar adlı bu hekayə yalnız Tunarın fərdi səyahətini və öyrəndiyi hikməti əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə həyatın bütün rənglərini, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi səyahətimizdir. Həyatın hər çətinliyini, hər kədərini sevgi və inamla aşaraq yeni ümidlər və başlanğıclar doğuran dərin hikmətin, unudulmuş nağılların və öz hissəsinin əbədi melodiyasıdır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca hər kədərin, hər itkin arxasında doğan yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər kədərin arxasında, hər itkin sonunda və hər sevincin içində doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək.
Bu bizim bütün bir cəmiyyətin hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən əbədi nağıldır.